Yanvarın 6-sında İranın paytaxtı Tehran bazarlarında sahibkarların iştirakı ilə keçirilən ümumi tətildən paylaşılan videolar göstərir ki, təhlükəsizlik qüvvələri birbaşa etirazçılara hücum ediblər. Videolarda bəzi repressiv qüvvələrin etirazçıları dağıtmaq üçün silah istifadə etdiyi görünür. Hazırda nümayiş zamanı yaralananların sayı barədə dəqiq məlumat yoxdur. Məlumatlara görə Tehrandakı bazarlarda göz yaşarıcı qaz istifadəsi əvvəllər də qeydə alınıb və sosial mediada paylaşılan videolardan təsdiqlənib. Etirazçılar və sahibkarlar bazarlarda toplandıqları və fəaliyyətlərini dayandırdıqlarını bildiriblər. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi gərginliyi artırıb. Independent versiya müsavat yayıb. Amma mən məlumat üçün deyim, yanvarın 5-də olan xəbərə görə 20-yə yaxın etirazçı öldürülür. 100-ə yaxında yaralı var. Həbslər də var. 582 idi 2 gün bundan qabaq yanvarın 4-ün xəbərində. O da yəqin 1000-ə çatıb və edamlar İranda adi hal aldığı üçün onları çox güman ki çevriliş ittihamı ilə İslam adi rəhbərə çevriliş ittihamı səsləndirirlər deyə edam edə bilərlər. Bunlar Pəhləvinin nəslindən olanları hakimiyyətə qaytarmaq istəyir. Bu şüarlar da elədir hər halda.